Şöyle ekranı beğenmeyi unutmayın. Geçək videomuza. Mərrəmli ayımızın son 90 gün qaldı. Mərrəmli ayının iyunu 27-si başlayacaq və Hüseyn aşiqlərin məclisi davam edəcək. Bu günlərdə İmam Əli əleyhissalam və İmam Əli Hüseyn əleyhissalam və onun tərəfdarları şəhid olundu. Və deməli o mənası var ki, Mərrəmli ayını keçidənlər biz o tərəfdarlarıyıq. O günlərdə İmam Hüseyn əleyhissalam Aşura günündə şəhid olan günləridir. İzləyənlər hamı izləsin, görsün ki, video çəkməmin bir səbəbi var ki, Mərrəmli ayında Hüseyn əleyhissalam bayraqları aslanacaq və səncir döyüb Hüseyn üçün ağlayacaq. Və bu günlərdə Fatimə Zəhra əleyhissalam günlərində də ağlanma məclisi keçiriləcək. Bu günlərdə İmam Hüseyn əleyhissalamın və matəm günləri də o aylardadır. O günlərdə İmam əleyhissalam və İmam Hüseyn əleyhissalamın şəhadət günləri və olma ilə başlayacaq. Bu günlərdə ehsan verib cəmaət hamı ehsanı qəbul edər və inşallah bu günlərdə Fatimə Zəhra üçün ağlayarıq və Hüseyn üçün ağlayarıq. Bu günlərdə deməyimin bir səbəbi var ki, bu günlərdə hamımız hər şey buraxmayıb və Mərrəmli ayına başlamaq üçün hazırlıq görməliyik. Və 90 gün ərzində olaraq hələ 52 gün qalan kimi və hazırlığımızı görmək lazımdır. Sizə mənəm budur. Və ekranı bəyənməyi unutmayın. Hüseyn aşiqləri həmişə qəlbdə yaşayır, həmişə qəlbdə yaşayacaq. Qəlbimiz onlara mənadır. Onlara öz canımızı onlar üçün fəda verməliyik. Lakin belə şeyləri çəkirəm ki, bir dənə dərs alasınız ki, biləsiniz. Yəni bu mənanı deyirəm ki, hamımız Hüseyn əleyhissalam hamına aiddir. Bu sadəcə bilənlər bilir, hamı çoxu bilir. Yəni sadəcə ekranı bəyənin ki, bilin ki, bu günlərdə Hüseyn əleyhissalam Mərrəmli ayında şəhid olub. Və o şəhadət günlərində Hüseyn əleyhissalamın nezələrdə başı olub. Çox sağ olun, ekranı bəyənməyi unutmayın. Təşəkkürlər edirəm əziz qardaşlara və ekranı bəyənsinlər və hamımızdan dəstək istəyirəm. Çox sağ olun.